2025-ci ilin aprel ayında Əqrəb bürcü nümayəndələri üçün dönüşüm və yenilənmə ön planda olacaq. Plutonun təsiri ilə daxili gücünüzü daha yaxşı kəşf edəcək və həyatınızda əhəmiyyətli dəyişikliklər edə bilərsiniz. Xüsusilə münasibətlərdə və ortaq işlərdə uğurlu bir dövr yaşayacaqsınız. Bu ay, keçmişdən gələn problemləri həll edərək, gələcəyə daha möhkəm addımlarla irəliləmək üçün əlverişlidir. Aprelin 28-i maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün ideal vaxtdır. Bu tarixdə maliyyə məsələlərinə diqqət yetirmək və investisiyalarınızı yenidən nəzərdən keçirmək faydalı olacaq. Eyni zamanda, aprel ayında Marsın aktivliyi sizə təsir edəcək. Ünsiyyətdə olduğunuz insanlarla münasibətləri ilıqlaşdırmağa çalışın və xoş təsadüflərə açıq olun. Ümumiyyətlə, 2025-ci ilin aprel ayı Əqrəb bürcü üçün daxili gücünüzü kəşf etmək, münasibətləri gücləndirmək və maliyyə sahəsində irəliləyişlər əldə etmək üçün əlverişli bir dövrdür. Daha ətraflı məlumat üçün aşağıdakı videoya baxa bilərsiniz.